İlk öncə körpələrin fizioloji sağlığı olur ki, bu zamanda valideynlər köhnədən qalan bilgilərə əsasən uşaqlara şəkərli su və ya da qlukoza verirlər ki, bu qəti surətdə yanlışdır və körpənizə zərər verir. Unutmayaq ki, fizioloji sarılıq bol qidalandırmaqla, yəni körpə bol əmzirilərsə, həmin fizioloji sarılıq uşaq orqanizmasından tez müddətində keçəcək. Əgər sarılıq buna baxmayaraq günü-gündən artırsa, bu patoloji sarılıqdır. Mütləq surətdə həkim müayinəsi ilə araşdırmaq vacibdir. Bəzən valideyn düşünür ki, körpəm doymur, mütləq surətdə ana südü ilə yanaşı süni qidaya başlamalıyam deyərək düşünən valideynlər var. Təbii ki, bu yanlışdır. Körpədə əmmə refleksi fiziolojikdir və bu əmmə refleksi aktiv olduğu üçün valideyn körpənin doymadığını, daim ana südünü axtardığını əmmə refleksindən müşahidə edərək uşağa əlavə yersiz olaraq süni qidaya başlayırlar ki, bu da yanlışlardan növbətisidir.